Hər vaxtınız xeyir olsun. Gəlib çatmışıq Beatus Ölen. Belə bir gözəl bir yerdə Swiss Cave deyirlər. Mağaraya birinci bilet alırsınız və ilk öncə qapalı muzeydə mağarada aşkar olmuş qiymətli süxur nümunələrinə və heyvan qalıqlarına baxa bilərsiniz. Sonra da yaşıllıqla əhatə olunmuş yolla mağaraya qalxmaq olar. İsveçrədə adətən Alp dağlarına görə hava sərin olur. Yəni çox isti yandıran isti hava olmur. Amma həmin gün o qədər gözəl, yumuşaq bir istilik var idi ki, tələsmədən o gözəlliklərə baxa-baxa şəkil çəkdirib, söhbət eləyib həmin əraziyə qalxdıq. Mağaranın önündə Alp dağlarına və gölə əla mənzərəsi olan restoranlar var. Amma biz heç yerdə dayanmadan birbaşa mağaraya getdik. Əvvəllər mağara daxili tam qaranlıq olub və yalnız 2019-cu ildə mağaraya işıqlandırma sistemi quraşdırılıb və indi gəzən qonaqlar milyon yaşı olan süxur nümunələrini öz gözləri ilə görə bilirlər. İlk içəri girəndə heç bir şey hiss etməmişdik. Hər pillə ilə açılan yeni gözəllik bizi heyran qoymuşdu. Hər yandan axan sular, mistik görüntüsü olan süxurlar və düzgün quraşdırılmış işıq sistemi burada çox maraqlı bir görüntü yaratmışdı. Bu yer bizə daha bir dərs verdi və təcrübə qazandırdı. Çünki mağaraya doğru yolumuz dərinləşdikcə donduğumuzu hiss etməyə başladıq. Demə mağarada temperatur 7-8 dərəcə olur. Mağara haqqında məlumat oxuyanda, bu yeri aşkar edəndə bir fakt gözümüzdən qaçmışdı. O da isti paltarları götürməyi unutmayın. İliyimiz dondu, iliyimiz dondu. Bir girəndə sevindir, bir də çıxanda. Uzunluğu 9-80 metre idi. Yəni 1 kilometrə yaxın. Mağaranın uzunluğu ümumilikdə 14 kilometrdir və yalnız 1 kilometr ərazidə gəzməyə icazə var.